Azad Azərbaycan Teleradyo Yayım Şirkəti və Soy Production təqdim edir. Allah xoşbəxt eləsin. Allah xoşbəxt olasın. Səndən görə inşallah. Varlıq olmaları. Xala, pulların hamısını əlbəl saydım. Əlləri bir xala qurban olar Bax, elə. öz əllərimlə hamısını apardım, verdim administratora. Necəmsiniz? Restorana 1500 borcumuz qaldı. Pul çatmadı. İndi Nə? administrator deyir, pulu verməsəz, gəlinlə bəyi zaloq saxlayacağım. Xala, mən nə dedim? Gelinlerin anası, yeznelerin belası, kaynanalar kaynanası. Sohbetin var hırdalasın, her işi bir kurdalasın, hamını parmağına dolasın. Sevine, sevine evine, gelene yazık o, geline başına. Ayın açır, oğul ondan kaçır, gelin ondan kaçır, korkusundan. Mız mız kaynanamız, Veysel kaynanamız, her iş gelir senin elinden. Mız mız kaynanamız, kaşkabaklı kaynanamız, ara gidek senin elinden. Mız mız kaynanamız, Veysel kaynanamız, her iş gelir senin elinden. Mız mız kaynanamız, kaşkabaklı kaynanamız, ara gidek senin elinden. Ona göre uçağını saklasınlar, kelimeler hazırdır. Kalçalar oraya yok. Bura. Ay kalçaları ay fare. Kalçalar aşağı. Az başı deyəcəm, oyunları sıfır burada. Ama lan, o kəpəri yeyirsən orada. Ay ponçalar esas ponçadır. Bu ağanız harda qaldı? Gəlsəydi Bakıya. Gün günorta oldu. Adam bax, ağanaz. Yemiş o çömçe ne oldu? Getir çıkar da. Ay bala, o çəpəri dağıtma. Çəpərdən bir kəsə. Bəyə bax. Belə bəy olar. Bu nə sevgi? Gün günorta oldu, bunlar ne oldu? Darıkmayayım, 5 dakika çıkarır. Ay ağanaz, ağanaz. Bax, ağanaz dedikləri bax budur. Müqəddəs ata, mənəm, ağamazdır. Bir ara kəsildi, mən deyə bilmədim. Mən şamları göndərdim. Nə qədər demişdin o qədər. Lazım olsa yeni göndərərəm. Ölsə əla şamdılar, dolqa qarışı. Oldu. Sağ ol müqəddəs ata, çox sağ ol. Ay şaqqılı, hara qaldırdın məni? Ayağımı da sənin o kramba qoymağa peşman oldum. Hara qaldırmısan, biraz sal məni aşağı. Ay ağanaz, Hə? indi ki ora qədər qalxmısan, o konfetləri də səp oradan aşağı. Benim gözüm üstə. Konfetlər sizə qurbandır. Əhd eləmişəm, oğul anasıyam. Arzum budur ki, bütün analar öz uşaqlarının toyunda belə oynasınlar. Hala kendimizde belə toy olmamış. Şəqqulu indir məni aşağı. Tez elə day.
Az. Deyirəm bəlkə biz də bir mahnı saldıra oynayaq, ha? Yok ya ayıptır. Nədən ayıbdır? Ay yok utanma. Bakım borç saxlayan utanmırdın, ha? Baba. Bakımı saklamır mı? Kız şahidim diye aldırmırdım. Bax, utanmaq yığışdır ha. Mən oğlan uşağı istəyirəm. Bax dedim ha indi də. Bilirəm Allah bunları xoşbəxt eləsin. Övladlarımızdan yarıyaq, yazıq. Amin. Vallahi. Amin. Bilirəm sənə qurban olum. Allah eləməsin. Nə vaxt öz qızın kimi baxarsan da. Ay Soğuqat, ay Soğuqat. Sənin qızın mənə Allahın padarkasıdır. Sən nə danışırsan? Mən ona qızımdan da artıq baxacağam. Amma mənim qızımın bir ayağı qurudadı, anası ölmüşüm, bir ayağı suda. 15 gün evdə olur, 15 gün dənizdə. Niyə? Alpes neft daşlarında işləyirdi. Görmürsən qardaşın toyuna da gələ bilməyib, anası ölmüş. Canım ay tubuş, canım ay tubuş. Ona bona bax, tubuş görünce oynayır. Biz buna batır biraz erkeğindir. Həqiqətən. Gəlmi deyirəm, deyirəm onu yola ver getsin də. Çox incitmə sən onu. O uşaq birdən bilməz, cavab qaytarar, artıq bir hərəkət eləyər, daha onu tutub qaytarma da üstümüzə. İşlərə, bizdə alınan mallar geri qaytarılmır. Arxayın ol. Bakir. Ay Bakir, oğlum. Gün o gün olsun senden göre inşallah. Ama da çok uzatma yine ha. Elə bax inşallah mən gəlin aparıram, sen de kız kızadı, kız kıza, kız kızadı, kız kıza. He Bakir? Ağanası qala. Ayca. Mənim beynim hər şeyə götürmür. Mən nervinli adamam ha. Necə? Nə dedim be? Birdən bax deyirəm. Birdən ailədə bir problem zad olar. Elə bilərsən ki, məndən gizlədə bilərsən. Mənə heç nə çatmayacaq. Səhv edirsən. Mən özüm orada olmasam da, mənim əlim hər yerə çatır. Əlin hər yerə çatırsa, onda mağazinimi bağla yine. Ləmpə! Az nə oldu? Bir qabağa keç oyna da. Deyirəm yox utanmam da. Baxım hep sinirime düşməliyim. İngildəməliyim. Tozanaq qopmalıdır. Prosta sizə görə oynamıram. Kim deməsinlər nə düşür gəlindir. Onsuz əvvəl axır biləcəklər yeri. Ağsaqqal, valla əziyyət çəkmək yaxşıdır. Yalla yaxşıdır. Bırax edəm məni getməyə. Yox, qadınlar özü məni... Əşim, keç görməyə, bırax görməyə. Kəndiri açılmamış gönçə çənki. Eşirsən, ağsaqqalından utan ginən. Bir ayağın buradadır, bir ayağın orada. Buradan bura məni düşürürsən. Utanmırsan? Ha. Mənim bir ayağım buradadır. Bir ayağım bax burada. Ama oyna lan, oynamırsan. Az hansı film oynayayım, manyak dəsli. Ha? Heç saat. Ağa Nazır havasını çalın. Hormuz Hüseyin.
edirəm. Day bu boyda da ucuzluq eləmə də. Gelin böyle, elə bir danadır ipten kopar. Şehirde nefer saklayacaklar, başına dönün. Vay bunun erin havlu. 3 günde del olar. Maşınlara tez. Bir dəqiqə mənə gözün gəlimdi. Sen hara gedirsən ay kız? Ara. Vay 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 vay. Oba durdu köçmeye. Geldim gitti. Bismillah. Alo. Alo, bəli. Bəli. Hə, eşidirəm səni. Arxayın ol günəm. Mən deməli ora 2 dənə klon göndərmişəm. Yaz ora. Bir dənə Babega göndərmişəm. Bir də ki Maşa Medvedi göndərmişəm. Yo, Maşanı Gülverdi oynayacaq. Syomkaya göndərmişəm Syomkanı. Zakaza göndərmişəm. Gülverdi əla oynayacaq Maşanı. Arxayın ol. Arxayın ol. Telefon zəl çal. Arxayın ol. Alo. Bəli. Bəli, mənim briqadam quraşdırıbdı. Necə göstər? Türk kanallarını göstərmir? Türk kanallarını göstərmir? Eybi yoxdur. Siz belə eləyin. Mənim 1-2 gün başım qarışıqdır. Mən özüm şəxsən gəlib çıxacağım, kırışyonu düzəldəcəyim. Oldu bağışla. Ay, nə oldu sizə? Kızım, geç sağ salama. Bak, hiç narahat olma. Heyecanlanma. Korkma yaxşı. Mən özüm də bəlkə səhərə kimi yata bilməyəcəm. Az narahat olma yıxıl yat. Bəlkə mən özüm də yıxıldım yatdım. Nə var? Köpək qızı. Sən də axırda arvad oldun. Alo. Hə oğlum, necəsən? Nə var, nə yox? Bəli. Hacıverdi. And olsun adı var. Gör mən nə deyirəm. Mən o maşını özüm şəxsən Almaniyadan sürüb getirmişəm. Mən bilirəm o maşın necə maşındır. Əvvələn çox ruzulu maşındır. İkinciyə qalan yerdə sənin adıva layiq maşındır. Mən başımı verərəm əgər indiyənəcən o maşının içində bir dənə şuri-muri olubsa. Əyibdir, əlbəttə. Sən nə danışsan? Oldu. 2 milyon faiz oldu. Mən onda adam göndərirəm. Sənə zəng eləyəcək, maşını götürəcək, gətirəcək, göstərəcək sənə. Oldu qardaşım, oldu. Öpürəm səni. Sağ ol. Qulaq as buna, kim nə desə, az qaytararlar üstümüzə biabır olaraq. Niyə? Çünki iki başlı qohum oluruq axı onlarla. Özdə darxıb elə. 3 günə ananı da götürüb gəlirik, gəlin gördü sənə. Allah korusun. Az yağmırsan ha. Yaxşı. Ağlama da. Yaxşı ağlama. Alo.
Bəli. Bəli, ayıq sürücüdür. Aha, hara gəlməlidir? İnqilaba. 15 dəqiqə oradadır, göndərirəm adam. Oldu. Alo. Qaqa, bir dəqiqə dayan. Bəli, Eşitsən qaqa? eşidirəm. Mənim bacım sənin üçün o bu deyil ha. Bax, eşidən biləm, niday bu. Onu incidəsən. Bugün Nə bugün ha? Nə bugün? Elə hər dəfə. Qaqa, bacı əmanətdir. Bəli. Şəxsən mənim aləmimdə əmanətə xəyanət olmaz. Vəbşə də sənə baxıram. Səndən gözüm su içmir. Döyəcək, döyməyəcək. Döyəcək, döyməyəcək. səhərə qədər buradayım. Döyəcək, döyməyəcək. Döyəcək, döyməyəcək. Nə var az? Hara minirsən? Bura. Burada yer var minəsən? Get ya o zadın başına min, zamanın ya da dubanın. Əmoğlanlarımdır, get ikisindən birinin başına min. Ağana, məni ələ salmısın. Bir yaxdan biri deyir get ona min. Biri deyir get buna min. Mən bir adam tapmayacağam minməyə. Sən məni ələ salanda yaxşıdır. Tərifliyə gətirdin mənim sümüyümü caladın iç sümüyünə. Getdi kimi maşını istəm. Hadi de niye ağlıyorsunuz? Ben de ağladım. Eşinə, vəfasız dünyadır. Ağaç yetişdir, zəhmət çək. Məhsul alanda qoduğun biri gəlsin, dərsin, aparsın, yesin. Hə? Aki, nə danışırsan sən? Belə xalqın kilolarla meyvələri ağaçdan düşür yerə, yığan olmur, çürüyür batır. Sən hələ sevin ki, sənin meyvə yiyən var. Qızım, ona bəndə olmur. Alo. Bəli. Kimdir? Eşidir, hə. Uşaq göndələn gəlir. Sən onu Ağaverdiyə zəng elə, doktor Ağaverdiyə, pamaçadır. Əlimizdə orucunuzda qalsın inşallah, yaxşı olar. Ay Allah. Alo, bəli. O niyə qulaq as? Bax, kim yenə deyirdisin, dinmə. Qaynanan sən üstüvə çıxırsa da, dinmə. Laf səni qaynanan döysə də, əl qol atsa da, yenə dinmə. Yox, əgər oğlunu toğladıb sənin üstünə salarsa... Dinlən az, cavabını ver. Dalında durmuşam. Hədə kəs görüm. Ondan qurban. Elə onda da dinmə. Ben ne oldu hiçbirinde dinmirəm ki. Abala dinib nə arayacaqsan ki? Ha? Dinmə ginəndə, dilini şirin elə. Şəhər yeridir, qal orada. Bəlkə arada biz də gəldik orada. Ödə, qadan olur. Dinme ne de? Dinme. Döyəcək, döyməyəcək. Döyəcək. Üzr istəyirəm. Onlar onun axırdan nə çıxsa, onun şəklini çəkib mən WhatsApp-dan atacam. Gəlin gözləyirik. Mən gedim də. O kişi, mən sənə bacımı WhatsApp-la göndərirəm, yoxsa əlbəl verirəm? Yox. Ha? Ya da istəyirsən şəhərdə davam eləyərik də. Orada şəhərdə gözləyirəm mən gəlim. Hər şey. Döyəcək, döyməyəcək. Döyəcək, döyməyəcək. Alo. Hə. Biz çıxırıq. Əşi yox, qaz 53-də. Hə, gəlin də mənim maşınımdadır. Əşi, bu kəndin yollarına şesot qalxar. Əşi, sənə deyirəm ki, maşınların rayonda dəyişəcəyik də, indi bu kənd yoludur. Baş beynimi aparma ginən. Mən hansı maşında gedirəm, mənim gəlinim də o maşında gedəcək. Tutardı. İşte, hamı işimizə qarşı. Sürədə. Xoşbəxt ol, ay baba. Xeyr ola. Ləmpə sənəm. Sən orada işləyirsən. Ağalar ben bir hafta burada
danışım. Bunlar gəlib yığışıblar mənim başıma. Ay qız, keç o yana, sən çoxdan tutduğumu tutmusan, yer o yana. Baba, tutmağına tutub, ya bana tutuzdurmuyor. Geldi. Neyse, xeyr ola anam. Sən də gül tutmaq istəyirsən. Sənin indi vaxtındır, yeri. Ay, buna qocalar imkan vermir. Atranlar. Allah xoşbəxt eləsin. Xala Amin. xoşbəxt olasın. Səndən görə inşallah. Bacım olmaları. Xala, pulların hamısını əlbəl saydım. Əlləri bu xala qurban olar elə. Öz əllərimlə hamısını apardım, verdim administratora. Necə hamısını? Restorana 1500 borcumuz qaldı. Pul çatmadı. İndi administrator deyir, pulu verməsəz, gəlinlə bəyi zaloq saxlayacağam. Xala. Arduda. Ay mama. Su iç. Gözüme geldin ay mama. Ay xuda. Ay canım. Mama qurban sən, ay xuda. Ay Mama. tubu. Bu neydi yaşattın bana ay mama. Senin burada yüreğin gedib, benim de orada yüreğim gedib. Can bala. Çağırın o administratoru çağırın, imaj. Çağırın. Ay hala. Bir dəqiqə yaxınlaşın. İnsan Ağlas da xanım. öldüm, hə can. 13500 manat vermişsin. Bilirəm. O 1500 manat qalıb. Dedim də mən. Mən verəcəyəm. yox. Gəlin orada mahnı qoyub özü üçün oynayır. Mən niyə pul verməliyəm? 1500 manat gətirib verərsiniz, bəylə gəlini zaloqdan çıxardar. Vermərsiniz, Yox, gərək verək. Diyan görmür. 1500 manat. Sən deməli mənim gətirəm. Ay mama. İç. Özbe geldi. Özbe gel ayağa. Ay mama. Niye özbe öldürürsen axı? Zalogdu da pulu vereceğiz sonra gideceğim bize. Hadi. Ağanaz xan, 1500 manatı qəpiyinəcən verərsiniz, oğlunuzla gəlini zaloqdan götürərsiniz. Yoxsa getdi yoxdur. Ne yoksa de. Ağanazı sen ne bilmirsən? 1500 manat. 1500'ü köpüğü necə sokacağım senin gözüme? Gəlin mənim qızımdır ya. Bir 1500 dakika, manat. bir dakika diyanım mama. Qurban ol. Eğer çətinliğin olsa üstümde 5 manat var. Bak. Gizled Allah seni bir abr eləsin. Lazım olsa bala deyərəm, yerə. İstəyərəm. Mama, özüme gelmişsen de ben gazlı su çok içmişim. Yaxşı, Yine get. geçti, dəyim vura Get, geldim. get. Qardaşım sən, bir dənə bu kameraya baxma indi gəl. Müşterek kardeş. Ağzıma nuş girmişsən, hə? Dişimi çəkəcəksən. Dur ayağa yer get, kişinin arasında dur da. Yağmur olmuşuq ya ağam, haberin var. Cəhənnəm ola qara qara. Hadi keş, kardeş keş de bu ya. Böyle borçlu bizi elə, bu iş bizim başımıza gəlib. Verəcəyik pulunu da, işte aklı var, nuş yavru olurum. Anamı demirəm, oğlun əlində kamera gedib girib ayaq yoluna, cəmaat da zalda, televizordan hər şeyi görüb. Yavru olmuşuq. Nuş bir yavru oluruq. Əcib eləmişik. Əlimizin içindən gəlib. Nə olub Allaha şükür? Qoy belə dostlarımız sönsün, baxsınlar sönsünlər. Düşmənlərimizin gözü çıxsın. Sonra Neyirsən? mənə də ağalaz deyərlər. Görün pul tapabildiniz mama. Bak eşiden bilem. Pulun üstünden 5 manat satılır bana dememişsiniz. Bak eve gelmeyeceğim gece. Baba dedim ha. Qorxma, 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 qələt eləyir.
Necə gəlməyəcək? Əybi yoxdur mən balam. Gec olar, zato güc olar. Su girdi qaba oldu içməli. Hə? Dağdan doğru xəbər. Musunuz deyincə Mustafa dinər. Deyirəm sən o qızılları veriydin mamaya. Mən bu köpək oğlu ilə pul əvəzi də hesablaşardım. Mama sənə söz verir. Bir həftəyə sənin qızılların hamısını qaytaracaq. Nə sözdür? Ayıb deyil sənin üçün. Ay bala, bəs mən kimə deyim da? Mən tamam yadımdan çıxmışdı. Nə? Mənim qızıllarım qala sən niyə ona bunu ağız açırsan? Kanişdən verərəm, hala. Sənə qurban olum, mən elə bilirdim doşa balmışam. Akasitsə bal çıxır. Sağ ol anam, bir həftəyə bu qızılların 5 qat artığını qeytərməsəm sənə, mən ağanaz deyiləm. Boynundakını da ver mənə. Sən bilirsən də, mən dənizdə işləyirəm də. 15 gün quruda, 15 gün dənizdə neftaşlarında sıvarışqam da. Mənim vaxtım yoxdur, başa düşsən, mən güclə qardaş toyuna 2 saatlik icazə almışam. Vertolyotla gəlib düşmüşəm. Vaxt az da, başa düşdü. Haçan gəlsə mən elçi. Nə olub baş? Qoy bir bacımı yerbəyer eləyək, sonra baxarıq da, nə qaça-qaçdı. Sən bilirsən ümumiyyətlə, mənim mamam sənin bu bacını mənim qaqaşımı niyə görə alıb? Niyə alıb ki? Mənim mamam sənin bacını mənim qaqamı ona görə alıb ki, sən də məni alasan, başa düşdü? Tabi, lişnimə, bacıma görə, lüboy cəhənnəmə dözərəm. Allah səni xoşbəxt eləsin. Üzündən, gözündən nur yağır sənə. Gəl, bunlar qızıllardır. Deyirəm, elə bilginə baxaq qiymətinə, qramı ilə zad eləyidi. Yəni 1500 manatlıq qızıl buradadır. Adı 1500 orada 5500 var. Sənin canın üçün, mən bu yaşa çatmışam, yalan danışmamışam. Balamın canı üçün. Bahalıdır deyirsən? Həri, bahalıdır, bahalıdır. Budur bahalı? Sənin canın üçün. Bir dəqiqə. Sən. Bunlar hamısını bir yerə yığsın, maksimum 150 manat pul eləyərək. Bir qalı giydirmələri tapmısan gətirib sənin üstündən. Mən giydim və onun üstündəki bir qalar, indi belə çıxıb zərgər anladın məni. Ağanas, sən gəlini anlada bilərsən, amma məni yox. Bunlar hamısı bir yerdə 150 manat pul eləyir. 150. Maksimum. Gəl nə sən deyən olsun, nə mən deyən. 350-dən say onları. 350-dən say, bax bu brilyanda ağaldır. 150 manat pul eləyir. Yox, Yığın üstündən 150 manat qoymalıyam. Eləmədən, Hə, əlavə nəsə də verirsən. Bunu da verirəm də, andırı da. Ver ona baxaq. Buna bax, buna da bax. Brilyantdır, tərtəmiz, sənin canın üçün. Doğrudan, əjdaha brilyant. Brilyantdır. Maksimum 25 manatın qiyməti var. Oğlansan, 25 manata qızıldır. Mənim dağdan ağır, mən ağır nəsləm ha. Mənim dağdan ağır bir boğlum var. Tanımamış olmasan tapdıq. İndi gələr görərsən inşallah. Don nəyi gözləyirsən? Buketi tutmuşam. Hazır gəlin başında oturmuşuq da. Düz demirəm? Kişi ol, otur qabağa, sür yapar məni. Vaxtı niyə ləngizirik ki? Az topu, adət var, ənənə var. Az qoy birinci arvadlar həriyə gəlsin da. Hayda. Arvadda bura nəyə qatırsan etsən? Arvadda xeyr oluyor bura qatırsan. Qaqa, əsas mən deyirəm. Həm məndən gəlir, həri, hə. Topu, tu. Adət var, ənənə var, hamı necə bizdə elə də. Toyun vaxtını təyin eləyək, qız toyu olsun, oğlan toyu olsun. Sonra səni aparım kəndə də. Hayda, mən də hüssələnə gəzirək bu qədər gözləməyə. Əsas mən deyirəm ay qaqa. Mən hə deyirəm də. Olmaz ki, hərridən sonra sən mən promoya parasın evinə. Tapdıq gəldi. Gəldim. Gəl atam, gəl. Ailənin Gəl sənə qoy. Gəl otur. Ay, sağ ol, sağ ol. Ağanaz, Can. oğlunu toy edirsən. Bəs məni nöş çalmırsan, hə? Qonşulara
qohumlara, qonaqlara yaraşmadı. Allah eləməsin. Allah Bəlkə eləməsin. mən parkovki işləyirəm ona görə. Yox. Necə olur? Nətər olur? Barmağım qapının arasında qalanda məni çağırırsan köməyə. İndi toya çağırmırsan. Bu nətər olur? Tapdıq getdi və and olsun. İnanırsan başımı itirmişdim ha. Yadımdan çıxmısan. Vay atım. Allah qoysa tumunun toyuna. Pul lazım olanda yadına düşürəm, hə? Yaxşı. Neysə. Çox sağ ol, çox sağ ol. Öpmüşəm. Tapdıq. Sənin padarkon məndə. Bacıdan. Padarka? Ne padarka? Padarka nedir? Bir hafta pul çatmadı bana. Xeyir işim var. Bir hafta çatmadı bu anına. Yaxşı, Allah qoysa. Yaxşıyım. Nədir o? Gətirdi. Gəl. Bu nə? Orada 10 gün artıq getdi ya. Hə? Balamın canı 10 gün artıq getdi. Balamın Bu da canı elədi. dünya qurban olsun sənə. 1495 manat. 5 manat çatmır. 5 manat çatmır. 5 manat. Mama! Haycan. Zaten Neylədin? Xudu, o 5 manatı çıxart verəm ya. Katrasiyə 5 manat bir yağlar 5 manat verəcək. 5 çatmır. manat çatmır. Çay ver. Ver onu zaten. Ver. Tərpən də. Ay mama, 5 manat düşdü tualetdə unitaza. Bəs bayaq dedim axı lazımdır verin. Sən Allah qurban olum. Lazım deyil. Götür oğlu da çıx get. Lazım deyil 5 manat. Lazım. Qardaş qardaş eləməz adını. Qardaş qardaş eləməz. Mən Bizə eləyirəm. minnət götürən Yo, adam yo, yo, deyil. lazım Dur deyil. elə, dur onu kasdan çıxardaq getirə verəyim. Sənə qurban olum lazım Bu da deyil. getirmiş. Xahiş elə, bax bəsimdir, varımdır. Yaxşı. Götür oğlunu. Halal eləyirsən. Halal, get. Oldu. Qardaş Sağ qardaşa ol. bunu eləmir ha. Toy mübarək olsun. Sağ ol, sırf Toy toyuz mübarək olsun. Get qurban olum. Bayramı Estağfirullah. Qurban olum, gedin qardaş, gedin, söz bəsdir. Ya Allah. Civə tez elə gedin oradan şkafdan bir dənə nimçi gətir gəlgirəm. Gəlin sındırsın. Tez elə. Gəlin mənim balalarım, gəlin. Gəlin. Xoş gəlmişəm öyümə eşiyimə. Hoş gəlmisən, hoş gəlmisən. Bir an tələsmə. Bir dəfə nimçəyə gətirsin, gəlin sındırsın. Ay mama, indi nimçə vaxtıdır. Əlimizdə işimiz var axı. Ata bizim də adətimiz var. Getirdim. Gəlin. Mən sənə nimçə dedim, ya kasa dedim. Mən onsuz da yarımamışam. Nə qohumdan, nə qonşudan. Get, Mən qıraram. anamın ciz. Ciydi. Gəl gedək ha. Gedin bala, gedin də. Getir be ya. Görən babat gedir. Ağa Həri, onun dayı burada nə işi var? Evimə işimi aparar. Qızıllarımıza da aparar. Ağa narahat olma yenə. Hər şeyi yoxlamışam. Yaxşı, gəl gedək. Biz də bu yandacaq. Civə, o nədir elə onun qapısından salladıb? Öz toyundan qalan vinokdur. Belə soğuqalar bu da. İraq uşağının canından. Baş göz qoymadı bizdə. Gəldiniz. Kebabları gətirdim mama. İndi qalıb içkilər, marafina tortu onları da gətirəcəm indi. Orada elə çox şey qalıb. Bir də saat da götürün günə. Odur. Nədə atam? İçmə. Xudu içmə, qoy yerinə. Xudu içmə. Eylədim də, eylədim mama, Nə eylədim. öyle doldurmağını, boşaltmağını bir onu koy bura. Da gelin de. Dur ayağa. Dur, gedək. Sen de. Civə sen Allah koyma onu ağır yeşiklər götürsün. Özün götür yine. Yaxşı. Hamısı köpüğü konuştu. Mao. 300 yuan. Çav. 350 yuan. İndis gram.
1500 rupiya. Ben bunları necə çörüm? Aziz Aleksandr 220 dollar, üstəgəl 80 rupiya. Elə pul borcum verib. Saxalin Səxavət 500 dollar. Yəni kişi budur. Ay başa dönüm. Bəs Eyvaz, Eyvaz. Eyvaz. Eyvaz yoxdur axı. Eyvaz heç toyda da yox idi axı. Ay sənin aparlı nə? Eyvaz. Sənin mən 5 dənə oğlumun toyuna gəlmişəm. Hərəsinə də 200 manatdan atmışam. Sən mənim düşün uşağımın toyuna gəlmirsən. Alo Eyvaz. Adı mənəm Ağanaz. Mən sənə halallıq vermirəm Eyvaz. Sənə haram olsun. Əşi mənim sənin atova borcum yoxdur qardaşım. 5 dənə toy eləmsən. Hərəsinə də getirib 200 manat pul atmışam. Bu il 1000 manat. Qardaşım bir dənə oğlum var idi. Adər. Nöşün getirib 1000 manatımı qaytarmadın? Ay Ağanaz, qadan alaram, mən üzürlü say, əmin bugün vəfat edib. Əmin ölüb göndəriydi, bir adam tapıydı göndəriydi. Ay Ağanaz, mən özüm də pul axtarıram və istədim sənə zəng vurum ki, toyda pul yığa bilmisənsə, mənim biraz kömək elə torpaq alım. Həri? Bu qəbrini qazmamışsın, gecə saat 2-də iyiləndi bu ki. Özüm üçün istəyirəm torpağı, alım boyka açın. Nə açasan? Boyka. Məni dolamsan? Sən nə həyasız adamsan ha, hə? Belə tüpürüm sənin əmbə də, tüpürüm sənin dayıva da, tüpürüm sənin nenevə də, tüpürüm sənin üzvə də. Az, kimdənsən az sən? Xuduyla? Gəlin də xududur, mənə bir də civə. Olan anam. Allah rəhmət eləsin gözəl əmbə. Sən Allah oradakilərə də mənim adımla üzrxahlıq eləginə da gələ bilmirəm də. Yaxşı, öpürəm səni atam, öpürəm. Puh! 200'lü köpək oğlu. Necə keçdi sattaqaya verdim zadniyədə, neyini? Getirdiniz? Hanı? Hamısını getirdiniz? Bitki şey qalıb. Getirək, bitki qalmasın. Hala qurma, bir hamısını sil, süpür getir gəlginə. Hər diş qurdalayanlara qədər salfetka, işlənmiş salfetkalar da açıq götür. Getir gəlginə, öz zibil yeşiyimə atacağım, qoymayacağım o zibil yeşiyində qalsın. O mənə dağ çəkdi. Köpək oğlu. Ağzına qol vurublar. Hamısını getirdin anam. Hamısını. Məncə həri. Heç nə qalmadı ki. Hə, əla. Get indi papuqa köpək oğlu. Bir özündən deyəndə 1001 dağanazdan deyinən. Zibilə qədər qoymadım qalsın orada. Ölə. Xudanı. Gəlir. Gətir. Demədim ağır şey götürmə. Ver onu civə götürsün. Hamısını getirdin. Saydın götürdün. Bizdə şarlar qalmışdı. Nöş gətirmədin. Onu 5 manatdan satdım getdi. Əcəb elədin, yaxşı elədin. Qoyma orada bir şey qalsın. İnanırsan ürəyin partlayar. Qoymadım. Papuqay köpəyi oğlu. O kimdir? Nə bilim ağa. Bir tərifən görüm də. Kimsən ay bacı? Nə lazımdır? Salam aleyküm. Mən Zaks idarəsindən gəlmişəm. Restorana çatdıra bilmədim, probkadaydım. Amma əsas odur ki, evi gəldim tapdım. Çox üzr istəyirəm sualıma görə, gecikməmişəm ki. Necə? İşdən keçir. Yox. Hələ biz dəftərə baxırıq, görək kim pul atıb, kim atmayıb. Yaxşı, gicləmə. Geç, Nobat qızım, gəl. Gəlirlər Zaksını kesməyə, keç. Yaxşı. Deməli, nə qədər ki, izdivac baş tutmayıb, onda mən Zaksı kəsim getsin. İndi nə edirəm o Zaksını kəsməkdir?
Mən istəyirdim ki, kameraya düşsün də mama. Nə edirəm indi onu mən? Ha nətər yəni dədəm deyib ki, saksı olmasa otağa girdi yoxdur. Yox, bağışda insan çiğsi dəmib. Yox, heyvanlar südü qaynadı içir. Bu gece vakti ha gede daha kırmayın birbirimizi. Daha var ya burada gel ha. Vereceğim al ağaçı ver. Çekkinə sonra İmaş orada dalını başını düzeldip oturdu babası lentin üstüne de. Çek ağız. Dur çekkinə. Amma telefonlaşıyorlar. Bəy gəlin, durun ayağa. Hörmətli bəy, Bəli. siz bir ömür boyu həyat yoldaşınızla bir yastığa baş koyacağınıza söz verirsinizmi? Üzr istəyirəm, mən Nə oldu? qorxuram söz verməyə, sonra olmadı belə oldu belə. Nə edirdin? Mən yəni kamerada çəkir. Açığı mən indiyə qədər yəni yastıqla yatmamışam. O düz deyir. O xudu balışda yatmır. Atam, indi yalanmışdan dinə hə də. Elə belə dinə hə. Hə. Dinə hə də. Hə. Mamam deyir hə. Hörmətli Nabat xanım, siz bir ömür boyu həyat yoldaşınıza sadiq qalacağınıza söz verirsiniz. Olar ki, mən söz verməyim. Bir də deyərəm eləmərəm. Mən qabaqcadan deməyi düşünmürəm. Zat bağışlayırsa adınızı da bilmirəm. Arifə. Arifə bacı, sən elə özün Arifə oxşayırsan da, sən tez bazar elə, yəni krit elə ginən bunları yola salaq getsinlər. Elə isə sizi ər və arvad elan edirəm. Xoşbəxt olun. Burada yapmak. Sağ olun. Sağ olun. Xoşbəxt olun. Gelər. Hə, get. Mənə bax. O ne ses lan içime? Bilmirəm. Gel dönüm ay içime. Ay Xuduş! Ne oldu sen ay Xuduş? Gel ay Xuduş. Ne oldu ay Xuduş? Ne oldu oğluma Xuduş? Ne olur? Bəs sən demişdin bu gedib ha? Sen tut onun ayaklarına. Ne tut ayaklarına. Siz de tutun kızım zahmet olmasın tut onun ayaklarına. Ay sağ ol. Xuduş! Terfen! Tut terfen! Şükür Allah'a. Şükür Allah'a. Ağaz, sən kimsən? Bəs sən kimsən ağız? Mən? Onun arvadı, ağanazın gəlini. Ağız, sən hələ bu çay hoppanginən, sonra hop deyərsən. Hələ arvadı döysən. Amma mən fakt onun arvadıyam. Sən nə yazsız adamsan? Hə? Sən nə sırtıq adamsan? Nöşün? Abala biz səninlə nə danışdıq? Biz səninlə danışmadıq ki ya. Öyümüzə biz gələnə qədər sən şələkülöyü yığışdırıb rədd olub gedirsə at onu maarifdir, tədris nədir onu xarabasına. Ay balam biz səni boşamışıq. İndi Xuduşun arvadı bax budur. Ağanazın gəlini bax Nabatdır, Nabat. Mənim Nabat balam. Dur rədd ol çıx get at onu xarabasına da. Nə istəyirsən? Siz nə danışırsınız Mən ağanaz atamın önünə gələndə düz 50 kiloydum. Yadından çıxıb, çıxıb yadından. Alada bax bu da fakt. Düz 50 kiloydum. İndi 150 kiloyam. Mənə nə var? Necə mənə nə var? İndi mən siz deyəndən razı. Nə deyirsiniz onu eləyib çıxıb gedirəm atamın önünə.
Amma məni düz 100 kilo arıqladırsınız sonra. Yoxsa mən atamın o qapısından necə keçəcəyəm, hə? Necə keçəcəyəm? Ay başınıza dönüm. Məni necə atamın önünə gətirmisiniz, elə də aparın, qoyun əmanəti yerinə. Vəssalam. Şimdi neyine ay mama? Bu yazlı kızı səhərdən gözləyir axı. Onda toyumuz mübarək ay bala.